Azərbaycanda orta məktəblərdə internetə çıxış məhdudlaşdırılıb. Bunu Təhsil Nazirinin müavini Firidun Qurbanov Milli Məclisdə 3 komitənin birgə iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə hazırda təhsil sahəsində müəyyən islahatlar həyata keçirilir və şagirdlərin təhlükəsizliyi məqsədi ilə hazırda orta məktəblərdə TikTok platformasına giriş məhdudlaşdırılıb və ümumiyyətlə internetə giriş-çıxış məsələlərində filtrləmə prosesləri həyata keçirilir. Terrorizm, ekstremizm, narkotik vasitələr və digər təhlükəli mövzularla bağlı resurslara giriş məhdudlaşdırılır. Ümumilikdə 200-dən artıq riskli mövzu üzrə filtrləmə tətbiq edilir. Amma əsas vəzifə uşaqların təhlükəsizliyini təmin etməklə yanaşı, onların rəqəmsal dünyanın tətbiq etdiyi imkanlardan faydalanmasına da şərait yaratmaqdır. Bu isə yalnız dövlət qurumlarının, texnologiya şirkətlərinin, məktəblərin, valideynlərin və uşaqların birgə səyləri nəticəsində mümkün ola bilər. Ən son məlumatlardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın.